işlədiyim 21 il müddətində mənim icraatımda açılmayan cinayət işi olmayıb. Hamısı açıq olub, hamısının içindən aparmışam, hamısını lazımında vermişəm məhkəməyə. Amma onu deyim ki, mənim belə bu xəssiyyətim orada da vardı. Mən günahı olmayan şəxsi heç vaxt məhkəməyə verməzdim. Bunun üçün real bir fakt deyim mən. Əzbəy Rayon prokurorluğunda işləyirdim. Orada prokuror kriminalistdim. Bir ölüm hadisəsi baş verdi. Bu ölüm hadisəsi müstəntiqin icraatında idi. Bir 5 ay istintaq getdi orada. Yaşlı bir qadın öldürmüşdülər. Sonra bunun nəvəsini tutdular ki, nəvə ilə nənə bilirdi. Güya nənəsi buna nəsə pul zad istəyib verməyib. Bu da işlənib. Nənəsini öldürüb, nağayırıb. Sonra aparıb Qırğızstanlığa. Götürdüm icraatımı. İstintaq aparanda. Mən bir 2 həftədən sonra başa düşdüm ki, günahsız tutulub, bunun günahı yoxdur. Oğlan 5 ay içəridə yatır. Düz 17 gün tamam olanda mən qərar yazdım, oğlanı həbsdən buraxdım. Baxmayaraq ki, mənim prokuror tutmuşdum. Prokuror tutmuşdan da vəzifə prokurorunkudur da, yəni peçatdır, müstətlikdir. Amma prokuror həmin yerində də